Elmi mütaliələr Təbriz şəhərinin barəsində göstəribdir ki, Təbriz İranda Tehrandan sonra ikinci şəhridir az nəzəri tedadı haşiyənişin əfrad. Təbriz şəhərinin hududun 5-dən biri haşiyənişin hesaba gəlir, hududu 400 min nəfər. Böyük Nərmət, Təbrizdə biz hər yerə baxırıq, bu cür gözəl rəhli elemanlar görürük. Təbriz 2018-ə görə ki, Təbriz deyirlər 2018-ci ildə paytaxtı gərdişgəri keşvərhay İslam olacaqdır. Şayət zahirdə baxanda haşiyənişini fəqət zahir və nümayi şəhri biraz xoşa gəlməyən ola. Amma tulanı müddətdə göstərir ki, şəhrin dərisinin altında bir ağır bohranlar vücuda gəlir. Yəni şəhərdarının numudu bu millətə, burada oturan cəmaətə, şəhərdarının numudu fəqət o pilləkənlərdir. Yəni xədəmat-ı şəhri adında bir şey yoxdur onlara. Onların haqqı dəstəsi yoxdur belə bir xədəmata. Bu məhəllat mütəəssifanə haşiyənişin hesaba gəlirlər, imkanatdan məhrumdurlar, bohranda yaşayırlar. Yəni bu qüsəlin fəaliyyəti bu məntəqəyə bir müzaaf asib vuracaqdır. Həm bu nəzərdən ki, biləxərə bu məntəqə yaxın-tərin məntəqədir, Təbrizin mənatiqinin içində qüsəllər ki, ərz edirəm qüsəlin düz öz üstündə qərar tapıbdır. Həm də az nəzəri ümrani bir vəziyyətdədir ki, çiçiklərin zəlzələ eləyə bilər, böyüklərin asibi vursun.